Varaqlayıb baxıram ataların sözünə, qəribədir çoxsu, içində can qorxusu. Yamanırıq yaman günün özünə, gödək olmur, ey uzanır, alıb su. Gedin gəzin qürbətləri gözəldir, gömülməyə el obaya dönərsiniz. Əl vurmayın, mal mülkünüz özəldir, kufçalarda özgə adlar görərsiniz. Gərəkdir saxlasın arvadı əri, cüt diplomla lap işləsin taksiçi. Olmayan pendiri saxlasın dəri, qismətdir boş olan motalın içi. Az danış dedilər, çoxluca dinlə, sözüm var sakitcə qoltuğa söylə. Keçməz haqq istəyin, səssizcə inlə, arzu istəyini boşluğa söylə. İşləməyən dişləməz heç dedilər, udduqları milyonları sayılmaz. Nədən, niyə işləmədən yedilər, kal yuxudan bu millətim ayılmaz. Məzahir Şəmşirinin şeirləri özünə bənzəyir. Özü kimi sərt, ciddi, haqsızlıqla barışmayan, az və yavaşdan danışan, fəqət mahiyyətində hayqırtı qoparan yazılardır. Onun Sevgidən Ayılmaram adlanır 7-ci şeir toplusu. Eşitdiklərimi analiz edirəm. Ən çox da belə deyim, müxalif fikir olur mənim yazdıqlarım. Dostlarım var, məndən də 1-4 yaş böyükdülər. Sevgidən yazırlar, məhəbbətdən yazırlar. Mənə də deyirlər ki, heç sənin lirik şeirlərin yoxdurmu? Deyirəm, var idi. O dövrlərdə qaldı, orada qaldı. Mənim indi sevgi şeiri yazan vaxtım. Həkim, şair. Ədəbiyyatda bu söz var. Özü də bu Sovet sözüdür. Abbas Səhət idi. Sonra Loğmanlar olur, məşhur İbn Sina. İbn Sina şeir yazmıyor. İntası onun elə bütün yazdıqları şeir və şeirdən yuxarı kəşflər. Təbii ki. Yəni, Loğmanla, həkimlə sözün dədə-babadan tarixən yaxınlığı var. Siz həkim olmasanız da, sizi həkimlik belə yetişdirməyib bir insan kimi, şair kimi. Cəmiyyət yetişdirib də, hər insan öz cəmiyyətinin oğludur. Həkim olmasanız da siz bu dediklərinizi yazacaqdınız. Yazmalıydınız. Şeirdən heç bir macağım yoxdur. Ümumiyyətlə, şeirdən Ayaz Arabasının bir yaxşı sözü var ki, şeirdən çörək çıxmır. Yox, şeirdə çörək yox. Hə, şeirdən tənə dinaz çıxır, qınaqlar çıxır, alqışlar çıxır, razılıqlar çıxır, narazılıqlar çıxır. Kiminsə yağırını basırsansa, təbii ki, o üstünə gəlir. Belə, mənim şeirdən umacağım heç nə yoxdur. Sadəcə düşündüyüm yazıram. Ancaq şeirin sizə gətirdiyi bəlalar varmı? Təsəvvür edin ki, demək, özgələri qınasa, gözümlə gördüyüm, məsələn, məhz güzəranı haqqında yazdığım, çətinlikləri haqqında yazdığım adamlar, yaxını da var, yadı da var, deyirəm, nəyinə lazım. Onların taleyini yazırsan, ondan yazmışam. Onlar üçün yazırsan. Məni danlayırlar ki, bax, neymirsən, nəyinə lazım. Amma belə çövriləndə özləri şikayət edir. Qoltuq tərəfə şikayət edir, qoltuqlarına şikayət edir. Deyirəm, sən qoltuğuna dediyini mən burada yazıram. Bayaq bir yaxşı söz işlətdiniz ki, şeirlərin müxalif şeirlərdir. Ümumiyyətlə, şair cəmiyyətə, haqsızlığa, ədalətsizliyə zaten müxalif də olur. Ədəbiyyat tariximiz bunu göstərir, Sabirdən bəri, Seyid Əzim Şirvanidən bəri, ondan qabaq
Xaqani, Nəsimi, bütün Hı. söz Allahlarımız. Eləcə də böyük Sabir ortadadır, nümunədir. Ben bu yaxından bir misra, iki misra belə bir şey yazdım ki, Sabir'den dediniz, estağfurullah, Sabir'le müqayisə olunacaq şairlərimiz, belə deyim. Yox, yox. Var, Ayaz Arabasını hesab eləmək olar, hesab eləmək yox, o elə o stildə yazan adamdır. Ben yazdım ki, Sabir ola bilmez indi bir kişi, sökerler ağzından sonuncu dişi. Sabir ola bilmez indi bir kişi, sökerler ağzından sonuncu dişi. O dövrü yaşayırıq. Belə dövrlər olub, tarixən olub. Neçə ki insan deyiləm belə canlı, çığırdı bütün dünyanı lərzəyə salan, bütün yer şarını tarazlıqdan çıxardan, insanı insana düşmən eləyən, insanı yer şarına, kainata düşmən eləyən şuurdur. Hidrogen bombasını da, atom bombasını da, bütün əzlaflıqların hamısını şuur ortaya qoyur. İxtisasca həkimdir Məzahir Şəmkizi. 1984-cü ildə Tibb Universitetini bitirir. Həkim travmatoloq kimi Gəncəbasarda məşhurdur. 1987-89-cu illərdə akademik İllizarovun rəhbərlik etdiyi Qurqan Elmi Tədqiqat Bərpa Ortopediya Travmatologiya İnstitutunda uzmanlıq kursunu bitirir. Bununla yanaşı Amerika, İtaliya, Polşa, Ukrayna, Rusiya, Türkiyə, İran və sair ölkələrdə uzmanlıq kursu keçərək mükəmməl tibbi biliklərə yiyələnir. Yəni sözümün canı odur ki, bir vətəndaş kimi, həkim şair kimi dünyanın gedişatına yaxşı bələddir. Ona görə haqsızlığı, nahaqqı tez görür, şeirlərində o notları qabardır. Məni məndən soruşma, deyirlər qəribəyəm. Üzümdə nur yoxdur, əsəbiyəm, dəliyəm. Hamı heyrət içində, çoxu nifrət içində. Acıdır kəlmələrim, tipə səpa yatmıram. Kürtdəyimdən yuxarı kiməsə söz atmıram. Doğru bildimsə nəyi, boş verməyin əməyi, dediklərim dedikdir. Sanmayın ki, yaşım çox, ağlım, huşum perikdir. Yerindədir qafam da, beynim səris çalışır. Baxıb dörd yana, olar ki, hərdən çaşır. Çaşmamağın müşkülü anlaşılmaz. Gəl çaşma, sel gəlməmiş çırmanma, od dəyməmiş alışma. Gördüklərim gözümə kino kimi yazılır, ürəyimə qazılır. Keşməkeşli dövranın hər incəsi kobudur, könlüm qanlı qobudur. Çoxu burada can verib, ürəyindən qan verib su yerinə. Verib ki, cücərəkaş, qeyrətli oğul uşaq, mübarizlər misallı, kürəyi qaya sallı. Hərçənd mən heç bir dinə inanmıram və heç bir dinə də özümü aid eləmirəm. İnsanı Allah yaradıb. Fikrinə heç cürə inanmıram. Çünki məsələn, təkamül nəzəriyyəsi, insanın, şuurun, insanın yaranması, mən Darwin nəzəriyyəsinə daha çox inanıram. Çünki mümkün deyil ki, İnsan kimisə qabırğasından, palçıqdan, filandan, fişmişindən gələr. Bunlar boş əfsanə söhbətdir və heç bir dinə də inanmıram. Mənim bütün kainatın tarazlığını saxlayan günəşdir. Yazmışdım, günəş mənim Allahım, aydakı sərzəgahım. Heç bir din bilin mənə, ola bilməz mən gələm. Yəni, heç bir dinə də inanmır yoxdur. İdeoloji baxımdan azadsa Azadım ben. və cəmiyyətdə azadlığını qoruya bilirsənmi? Mən də hər yerdə bu sözümü deyirəm ki, məsələn, yəni inanc deyilən bir şey insanları ən çox da belə haldan hala salan, bir-birinə düşmən kəstirən, bir-birinin ətini yeməyə məcbur eləyən,
Onların hamısı bu dini inançlardır. Bax, son dövrlərdə 9-cu səlib yürüşüdür. Amerikanın, Yəhudilərin birliyinin İrana deyəndə ki, müsəlman dünyasına sonuncu təcavüzü 9-cu səlib yürüşüdür. Birinci səlib yürüşü 1046-cı illərdən oldu. Kökündə dini ayrı seçkilik, dini düşmənçilikdir. Düzdür, o səlib yürüşündə iqtisadi maraqlar, ərazi maraqları, bir çox şeylər var. Amma əsas məsələ dini ayrı seçkilikdir, dini düşmənçilikdir. Yalan ayaq tutar, yeriməz dedi. Bizdən neçə əsr öncə dədələr. Haqq yalan önündə diz çökməz dedi. Yalan göydə uçur, quyruğunda pər. Yerimək bir yana, belimizdən yol salıb da uçurlar uca göylərə. Özümüz çəkmişik bu zülmə qol. Günahkar özüdür, qoy bilsin hərə. Vətəndaş mövqeyə getdi hərraca, kimin nə qiymətə alıb satdılar. Saxta deputatlar getdilər haca, millətə gülüb də təpi atdılar. Yalan danışanda qızarmaz üzü, utanmaq hissindən çox uzaqdılar. Millət sərvətinin, qaymağın, üzün, dədə malı kimi daim qapdılar. İndi oturub da qalmışıq heyran. Bu niyə belədir, bu niyə elə? Niyə yağ onlara, bizlərə ayran? Çün fürsət vermişik biz bilə-bilə. Sadəcə 7-ci olan kitabına tanınmış şair Ayaz Arabaçı ön söz yazıb. Ön sözdə göstərir. Məzahir Şəmkirlinin poetik dünyasında zülmətdən işığa doğru baş alan gizli bir yol var. Misraları qaranlığın sərt üzü ilə üz-üzə qalan, lakin sükuta boyun əyməyən ruhun fəryadıdır. O zülməti təsvir edərkən həqiqəti axtaran insanın qəlbində yanan ümid çırağını işıqlandırır. Ayaz Arabaçı məndən ötürü idealdır. Ramiz Rövşən var, Rüstəm Behrudi var. Var şairlərimiz var. Əksərən lirik şeirlər yazırlar. Üstü örtülü yazanlar var. Tekst deyirlər. Hə. Sətr altı mənaları başa düşən də var, düşməyən də var. Amma Ayazınki sətr üstü də hamısı. Açıq. İnsan rahat olur o vaxt ki, xıltı içində saxlamır. Demək istədiyini udmur, boğmur özünü. Mən şəxsən rahat yatıram. Rahat buna görə yatıram ki, əyrini Sabir mi deyir? Şairəm, əsla vəzifəm budur, əşarı yazım. Əyrini əyri, düzü həm var yazım. Mən götürüm gözəllikdən yazım, hansısa bir, nə bilim, təbiət gözəlliyindən. Onu bülbül də, gül də, hamısı gözəldir. Sonu vəsf eləməsən də gözəldir. Vəsfinə ehtiyacı yox. Hə, məsələn, məhəbbətdən yazırlar. Dostlarım var, 70 yaşı var, 73 yaşı var. Deyirəm, indi sən hansı məhəbbətinə yazırsan? Hansı məhəbbətdən yazırsan? Yanında yataq yoldaşın, kiminsə gözəlliyini vəsf edirsən. Sevgi bəlli məsələdir. Məncə sevgi ölməz bir hissdir. Şərt o deyil ki, əksinsə, nə bilim, insana sevgi olmalıdır. İnsanlığa sevgi olmalıdır. Torpağa, vətənə sevgi olmalıdır. Doğrudan olmalıdır. Olmalıdır. Şahlon boğazdan yuxarı yox. Amma belə deyim, real həyatdan gördüklərinə nifrət də olmalıdır, sevgi də. Mən demirəm, hər şey qara rəngdədir. Onun ağ rəngdə olanı da var. Ağ rəngdə olanı da var. Amma ağ rəngdə olanlar qara fonda ləkələr şəklində görünür. Deyirlər ki, yoxa çıxıb o hisslər, heç dönəsi, qaydası deyil də.
Altdan tənə vurur xəbislər, dərs öyrədir yoldan keçən veildə. Hicran yeli aramızdan əssə də, xatirələr boğulsa da qüssədə, üz çevirib ümidimi kəssə də, ayılmaram o sevdadan min ildə. O sevdada keçdi getdi 4-dən 3, o günlərə qayıtmağa yoxdur güc. Əzab gördüm, olanmadım bir gün dinc, o mən idim, sərgərdan da səpildə. Dağdan aşıb ömür yolum illərdir, dörd ətrafım boz yoşanlı çöllərdir, ümid yerim müəmmalı göylərdir, xəbər gəlməz, ha gözləsəm qəfildən. Bu kitabın üstündə bu şeiri götürüb. Lirik şeiri. Daha sonra Ayaz arabası qeyd edir. Şair üçün həqiqət təkcə bir məfhum yox, həyatın öz nəfəsidir. O qaranlıqların xofuna, hədəsinə, təzyiqinə baxmayaraq, işığı müqəddəs bir məbəd kimi qoruyur. Ədalətsizliyin tuğyan elədiyi zamanlarda şairin sözü xalqın dərdini yük kimi daşımır, əksinə üsyan kimi püskürür. O hər kəlməsində zülməti yandıran bir şimşək çaxdırır. Valla bir neçə nəfər dedi ki, ver satışa falana, dedim mən satmaq üçün kitab yazmamışdım. Əvvəla heç kitab çıxartdırmaq, kitab yazmaq kimi fikrim olmayıb. Ayaz arabası Facebookda mənim şeylərimə baxmışdı. Sonra görüşdük, tanış olduq. Mən onu 30 ilə yaxındır. İlk dəfə bir şeirini oxumuşdum. Bu yerin Allahdan xəbəri yoxdur. Kitab məsələsini o məsləhət bildi, özü də redaktoru elədi. Çox sağ olsun. Rast gələnə verirəm, kim istəyir ona verirəm. Kim oxumaq fikrindədir onu verirəm. Kitabınız haqqında fikir söyləyən olub verdiklərim oxucularına. Valla deyim ki, bir Şahin müəllim var, mənim çox belə böyük hörmətim olan müəllimdir. O rəy yazıb, Facebookda fikir bildirənlər olur. Nə deyim, mən belə rəy üçün kimsə nəsə desin üçün yazmıyorum. Təbii, sadəcə maraqlıdır da necə qarşılayır. Valla istəyənlər olur, zəng eləyənlər olur. Məsələn, başqa Azərbaycanlılar var, başqa yerlərdədir, xaricdədir. Göndərmə imkanım yoxdur. Facebookda şeirlərimi oxuyurlar. Belə üzümü tanımayan olsa da yazdıqlarıma görə müraciət edənlər olur. Mənim söz deməyə imkanım məhdud. Ölkənin dərdindən içimdə var kin. Başımın üstündə əcəl bir bulud, gecəm gündüzüm də ötüşür gərgin. Dünən yol üstündə bir üzgün qarı, yönünü çevirib düz mənə sarı. Dedi ki, dərdimiz sən eşit barı. Niyə övladlarım olubdu dərgin? İkiyə bölünüb, dedilər ölkən. Bax, ey dörd bir yana dağılıb tikən. Əsrlər boyunca əzablar çəkən. Dərdi tükənərmi bu qoca şərqin? Yuxuma gəlməsən, istəmirəm heç. Apara bilmərəm səni sabaha. Olubsa o zaman günahımdan keç. Məhəbbət kərvanım yatıbdır daha. Yalvara bilmərəm bir də boşuna, sən öz taleyini özün seçmisən. Başın toxunubsa əhlət daşına, o səmtə, o yola özün keçmisən. Nə günəş çıxanda, nə ay batanda, səni günahlarda mən qınamıram. Gündüz unuduram, gecə yatanda, səni xatırlamaq arzulamıram. Sən bir göy qurşağı, zolaq-zolaqdın, mənim göz yaşımdan sonra doğuldun. Sən körpə fidandın, yaşıl budaqdın, çiçək açmamışdan nədən soğuldun? Boşuna verirəm mən sualları, yenə də cavabsız qalacaq heyhat. Daha aramıram sənə yolları, sənsiz də mümkünmüş demək ki həyat. Qıymadın bir adi əlvidaya da sonuncu dərs günü
məni tərk etdin. Bari heç olmasa de bu dünyada məni tərk eləyib nəyi dərk etdin? Həmişə bir şeirlə məşğul olursunuz. Yoxsa Tə əsas təbii ki, yox. Həmişə şeirlə məşğul olsun. Söz işim, sənətim var da. Gecələr biraz yuxu problemim var. Həm də gündüzlər gördüklərim hamı toparlanıb gecə qabağıma, gözümün qabağına gəlir. Belə. Böyle gördüklərim, hə. O deyirlər İlham Pərisi gecələr gəlir. Bu İlham Pərisi sözünə o qədər belə inanım yoxdur. Yolda, çöldə, gecə, gündüz bir şey ağlına gələndə görür. Ən çox da mən elə bu telefonda yazıram. Nəyim var telefondadır, onu da ayaq arabası götürdü. Kitab elə, Kitab sağ olsun elədi, da bu sağ qalı olsun. heç olmasa bir yerə yığıb, bir toplu halında, bir kitab halında bir Hardasa bir 3-4 qat ondan çoxdur. var şeirlər. Hə. Mən onu deyim ki, 4 bəndli ilk şeirimi Allah keçənlərində rəhmət eləsin. Hərçənd mən bayaq dedim ki, inanın ayrıdır. Atamın sinə daşına yazmışam. Bilirsiniz o şeiri. Yadımda deyil. Hə. Yadımda deyil. Mən atam da, anam da dil ədəbiyyat müəllimi olub. Onda siz hazır şair doğulmalısınız. Anam Qazaxlı qızı. İncə dərəsindən. Atam da Şəmkirdən. Hər ikisi dil ədəbiyyat müəllimi olub. Hərdən onların belə dəyişmələrinizdə qulaq asırdım. İnsanlıq ölüb. 9-cu həmlədir səliblərin həmləsi. Toparlanıb hər yandan kafirlərin cümləsi. Hər tərəfdən alqış var, Farsa ölüm diləyi. Alqışlanır tərs kürən, yerin ölüm mələyi. Trump nəzərdə tutulur. Dağılsın Fars rejimi, istəyimdir səmimi. Tarixdən bəllidir ki, qanla qoyulub himi. Burnumuzun ucunda gedir qanlı savaşlar. Bizə də toxunacaq şaha qalxan o daşlar. İsa, Musa, Məhəmməd eynimə deyil mənim. Dinlərin komasına daim olmuşam qənim. Bir ovuc yəhudinin arxasında xaçlılar müsəlman dünyasını eyləyirlər tarımar. Dörd tərəfdə çoxunun qəribə dirəkləri, alqışlanır kürənin dağıdıcı səyləri. Sümüklərdən təməlin üstündədir bu ağ ev. İçindəki zəncirdən açılıbdır kürən dev. Demokrasi gələcək, çömçəsində gözləyin. Çömçəsində sürsümük, qan var, şeytan kələyin. Toparlansın dünyanın cümlə müsəlmanları, tanısınlar düşməni, duysunlar dostu yarı. Yetər baş əydikləri, bitirsinlər səcdəni, səpməsinlər bir daha bir-birinə. Məzahir Şəmkirinin şeirləri onun özünün dünyaya baxışıdır. Öz qənaətləridir ki, bədii səviyyəyə qaldırır. Müsbəti də özünündür, mənfisi də özünündür. Duyanı da özüdür, bir də oxucusudur. Hər ikisinə, müəllifə də, oxucuya da uğurlar arzulayaq.